İmam Əli əleyhissalam, İmam Sadiq əleyhissalam ki buyurur, İmam Əli əleyhissalam da buyurur ki, mən bir il ərzində kimin başına nə gələcək, mən hamısını bilirəm. Həzrət Əli əleyhissalam deyir. Bir il ərzində günbəgün, səhər, axşam, günorta kimin başına nə gələcək, hamısını bilirəm. De ki, mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə iman gətirən bir qövm üçün qorxudan və müjdəliyənəm. Onlar deyirlər, niyə ona Rəbbindən bir möcüzə endirilməyib? De ki, qeyb ancaq Allaha aiddir. Gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm. Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də ona qaydacaqdır. Elə isə yalnız ona ibadət et və yalnız ona təvəkkül et. Rəbbin nə etdiklərinizdən xəbərsiz deyildir. De ki, Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər. Həqiqətən o saat haqqında elm yalnız Allahdadır. Yağışı o yağdırır və bətinlərdə olanı o bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz. Heç kəs harada öləcəyini də bilməz. Allah isə şübhəsiz ki, biləndir, xəbərdardır.